biz dənizi sevən insanlar kimi, yəni Xəzər olaraq heç vaxt biz dərinlik gözəldir, dərinlik saf olur, təmiz olur, dərinlik fikrin də dərinliyi gözəldir, sözün də dərinliyi, amma onu dərk edənə görə fikrin dərinliyi özəldir. Dənizdə də belədir, yəni üzə bilənə görə dərinlik dəyərlidir, bilməyən üçün ora ölümdür yəni. Bəli, Azərbaycan dilində deyirlər, gəl dərinə getməyək. Getməyək. Bu biraz belə mənfi mənada başa düşülür. Amma elə insanlar var ki, dərinə gedirlər, dərin mənada. Dalğıcıları biz göstərəcəyik. Turqan Əliyevin reportajı var dostlar. Gəlin bir dərinliyə də baş vuraq. Fasilədən sonra da birlikdə nəyə xəstəsi siz yazın bizə. Nəfəsivi tut nəfəsivi, tut. Onlar işlərini gün işığında deyil, dərin sular altında görürlər. Onlar üçün hər bir əməliyyat risk, hər nəfəs bir hesablamadır. Dalğıcılar mühüm işlər görmək üçün suyun dərinliyinə enirlər. Gəmilərin alt hissəsini yoxlayır, qaynaq işlər aparır, təmizləmə və xilas etmə əməliyyatlarında iştirak edirlər. İki cür vadalazlar var. Texniki iş və xilasedici vadalazlar, yəni dalğıclar. Dalğıcın Xəzər dənizində böyük rolu var. Yəni üzən gəmilərin, batmış gəmilərin çıxarılmasında, üzən gəmilərinin sabit suda qalmasında əvəzsiz rolu var. Deşilmiş gəmilərin pər qurğularının baxılması, pər qurğularında hər hansı bir problem varsa, onların qarşısının alınması, deşilən gəminin suyun qabağının qarşısına alınmasında, onun üzməsini təmin edirik. Bəzən dalğıcılar işi tamamlamaq üçün saatlarla suyun altında qalırlar. Fəsildən asılı olmayaraq bu proses bir an belə dayanmır. Dərinliyə indikcə bədən artan təzyiqə tab gətirməlidir. Xüsusilə təcrübəsiz dalğıcıların bu vəziyyətə düşməsi daha riskli hesab olunur. Dalğıc suya enməzdən əvvəl balonları tam dolu olmalıdır balon. Tək olmaz. Ən aşağı üst vəzalaz dalğıcı olmalıdır işte. Görünüş olmayan yerdə siqnal ipi olmalıdır. Əgər sağlam olmazsa, yenə də suya dala bilməz. Dalğıc lastisi, dalğıc kombinezonu, balonu, maskası, ondan siqnal ipi, hamısı yerində olmalıdır. Dalışdan əvvəl hər bir detal diqqətlə yoxlanılır. Hava balonunun təzyiqi, maskanın düzgün oturması və siqnal işarənin olması. Çünki suyun altında səhvə yer yoxdur. Burada hər qayda sənin həyatını qoruyur. Ona görə də dalışdan öncə bu yoxlamalar bizim üçün vacib mərhələdir. Hər şey hazırdır, yeməyə hazıram. Sudan çıxdıqdan sonra görülən işlər barədə məruz edilir. Hal-hazırda bu gəminin sükan və pər hissəsinin baxış üçün düşmüşdüm. Düşüb baxış keçirtdim. Heç bir problem olmadığını haqqında baxdım, gördüm. İşimi uğurla yerinə yetirdim. Fərqi yoxdur, biz yay-qış onsuz da işləyirik, bizim işimizdir. Qışda çətinlik olur, su soyuq olur, öz avadanlıqlarımız ağır olur. Problem ən çox su çirkli olanda o problemi yaşayırıq ki, görmə məhdudiyyəti azalır. Görmə məhdudiyyəti çox azaldığına görə işi daha səlis görə bilmirik. Vaxt çoxdur ki, sərf eləyir həmin işə. İşçi dalğıc suya inərkən yuxarıda təmin edici və sığorta edici dalğıclar onu nəzarətdə saxlayır. İşçi dalğıcla təmin edici dalğıc arasında şərti siqnallar vasitəsilə əlaqə qurulur. Bu siqnallar prosesin gedişatı və ümumi vəziyyət barədə məlumat ötürmək üçün istifadə olunur. Bir dəfə yerindəyim, vəziyyətim yaxşıdır. 2 dəfə skafandrı havalandır, 3 dəfə çıx kina. 3 dəfə dalğıcı ötürür, çıx kina, 3 dəfə dalğıcı ki, çıxıram. İkinci dəfə, 3 dəfə verilirsə, mütləq çıxmalıdır. Bütün işi dayandırıb çıxmalıdır. Əllərlə işarələr nə zaman olur? 2 nəfər dalğıc suya düşərkən, yəni nəysə mən onu istəyirəmsə, əlimlə hərəkət göstərirəm. Ya havan pis gəlirsə, belə işarə göstərirəm ki, hava pis gəlir, hava ucu qutarır. Yəni hər şey qaydasındadır, okey işarəsi verirəm ki, hər şey qaydasındadır. Suyun üzünə çıxmaq istəyəndə barmağımla qaldıram ki, suyun yuxarısına, aşağı düşəndə də aşağı göstərirəm, qaydasındadır hər şey.
Dalğıc olmaq istəyənlər 3 həftədən 6 aya qədər davam edən təlimləri uğurla başa vurmalıdırlar. Sertifikat aldıqdan sonra isə suyun altında işləmək və bu bacarığı peşəkar şəkildə tətbiq etmək imkanı əldə edirlər. Turqan Əliyev, Davud İbrahimov, Ayas Süleyman Soy xəbər ertəsi.